Salam əziz müəllimlər, dəyərli MIQ və sertifikat sinam izləyiciləri. Hər birinizi salamlayıram. Bu gün sırf natural ədədlər dərsinə aid MIQ və sertifikasiya tipli misal və məsələlərin həllinə baxırıq. Vaxt itirmədən misallara baxaq. Sual nömrə 1. 3a-1 və b+3 ədədləri bir-birləri ilə qarşılıqlı sadədədir. Olarsa 5a+b cəmini tap. Diqqət yetirək. Şərtdə bizə 3a-1 və b+3 verib. Amma burada 3a+1 və 4b+15 var. Mütləq bu qaydanı öz yadınızda saxlayın. Əgər şərtdə bizə bu verilənlər verilibsə, bu tipli verilənlər, bunların qarşılıqlı sadə olduğu verilibsə, amma verilən bərabərlikdə yoxdursa, mütləq bunları biz misalda yaratmalıyıq. Bunlar mütləq bizə lazım olar. İndi biz nə edirik? Tənasübün qaydasına əsasən kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Deməli, 9a plus 3 bərabərdir 8b plus 30. 3a-1 yaradaq. Bu tərəfdə də b plus 3 yaradaq. 6 hər iki tərəfdə var. 6'ları nə eləyirik? İxtisar edirik. Və buradan da alınır ki 3a-1 8'dir. b plus 3 bərabərdir 3'dür. b bərabərdir 0. a da bərabərdir 3 alınır. 5a plus b-ni istəyir. Buraya yeyir. Deməli 15. Cavab 15 edir. Növbəti məsələ. X tam ədədi 5'dən böyükdür. X böyükdür 5. Əbub 2x plus 13 və 2x plus 27 bərabərdir x minus 4 olarsa bu ədədlərin əkubu neçə olar? Diqqət edək. Burada biz hansı qaydadan istifadə edə bilərik? Evklid teoremindən istifadə edə bilərik. Qayda belədir ki, yəni hər bir mərhələdə biz nə edirik? Əbubu hesablayarkən az olanı saxlayırıq, böyükdən isə kiçiyini çıxırıq. Böyükdən az olanın fərqini tapırıq. Burada az olan nədir? 2x plus 13. Bunu saxla, böyükdən kiçik olanı çıxırıq. 2x plus 27'dən də 2x plus 13'ü çıxanda eləyir 14. Burada 14 qaldı. Bu da bərabərdir x minus 4'ə. Deməli, bu formada deməli, burada x minus 4'ə diqqət yetiririk. X minus 4 hansı nə ola bilər? X minus 4 deməli 14'ün bölənlərindən ibarətdir. 14'ün bölənləridir. 14'ün bölənləri də hansılardır? 1, 2, 3, 7, 14. 7 və 14 deməli əvvəl x minus 4'dür. Və burada baxırıq x minus 4. Burada x 5'dən böyükdür. Aha. X 5'dən böyükdür. Əgər x minus 4 1 olarsa x bərabərdir 5 olur. Ona görə də avtomatik bu 1'i silirik. X minus 4 baxın indi bir dənə də diqqət yetiririk ki 14 nədir? 14 yox. Baxın burada sonda bu alınır amma buraya diqqət yetirin 2x plus 13 və 2x plus 27 hər ikisi tək ədəddir. Bu qaydanı öz yadınızda saxlayın.
İki tək ədədin əbubu mütləq təkdir. Əbub, tək, tək. Bunların əbubu mütləq təkdir. Bu qaydanı yadınızda saxlayın. Buna görə də x-4 mütləq tək ədədlər olmalıdır. Hı hı. Bunu sildi. 3, 14-ün beləndi. Buradan da məlum olur ki, 2 və 14-ü silməliyik. Ona görə ki, x-4 burada mütləq tək ədəd olmalıdır. 2 və 14 ola bilməz. Deməli, x-4 yalnız 7 ola bilər. 7 bunu ödəyir. X bərabərdir 11. X-in 11 olduğunu tapdıq. İndi bizdən nə istəyir? Əkob bu ədədlərin əkobunu istəyir bizdən. Deməli, yerinə yazıb hesablayırıq. 11, 2, 22 plus 13 eləyir 35. Buradan da 22 plus 27 eləyir 49. Bunların da əvabı eləyir. Deməli əkubu edir 245. Deməli, bunları sadə buluqların hasili şəklində göstərib rahatlıqla tapa bilərsiniz. Bu 245 edir. Cavab elədi burada 245. Bir dənə qaydanı mən burada izah edim kənarda. Bunu mütləq öz yadınızda saxlayın. Ona görə ki, siz mix səviyyəsində riyaziyyatı öyrənirsinizsə, bu qaydaları bilməlisiniz. Əbub və əkubla bağlı xüsusi qaydalar. Baxın, əbubla bağlı qaydalar. 1. Əbubla bağlı. Əbub cüt ədədlə cüt ədədin əbubu mütləq cütdür. Əbub tək ədədlə tək ədədin əbubu mütləq təkdir. Əbub tək ədəd biri də cüt ədəd olarsa, əbub mütləq təkdir. İndi əkobla bağlı qaydalar. Əkob deməli cüt ədədlə cüt ədəd olarsa, mütləq cütdür. Əkob deməli tək ədədlə tək ədədin əkobu mütləq təkdir. Əkob biri tək, biri cüt olarsa, bunların da əkobu mütləq cütdür. Bu formada. Bunları yadınızda saxlayın, rahatlıqla düşünürəm yadınızda qalır. Əbubla qaydalar cüt və cütün əbubu mütləq cütdür. Təklə təkin əbubu mütləq təkdir. Təklə cütün əbubu təkdir. Əkovla bağlı qayda. Əkov cüt və cütün əkobu cütdür. Əkov tək və təkin əkobu təkdir. Əkov tək və cütün əkobu isə cütdür. Növbəti misala baxaq. X, ABC natural ədədləri x bərabər 2a plus 1, bu bərabərdir 3b plus 1, bu da bərabərdir 7c plus 1. Burada biz nə edirik? Deməli, x minus 1 burada bərabər olur 2a, bu da bərabərdir 3b
Bu da bərabərdir 7 hissəyə. Məlumdur. Deməli, x minus 1 ən kiçik qiyməti istəyir. Ona görə də əkubu tapmalıyıq. X minus 1 bərabərdir. Əkub 2, 3, 7. 2, 3 və 7-ni də əkub eləyir. Deməli, 42. X də bərabər olur 43-ə. Cavab 43 edir. Baxın, indi növbəti misala baxırıq. Baxın, burada x plus y böl 2x minus y. Bərabərdir 3-də 5. Buradan da alınır ki, x plus y bərabərdir 5k qeyd edək. 2x minus y bərabərdir 3k. Əbub 5k və 3k bərabərdir 6-ya. K bərabərdir 6. Bizdən istəyir nəyi? K-nın 6 olduğu bizə məlumdur. İndi biz nə edə bilərik? K əgər 6-dırsa, deməli x plus y bərabərdir 15-dir. 2x minus y də bərabərdir 9-dur. 3x bərabər olur 24-ə. X bərabərdir 8 olur. Məlum oldu. Y də bərabərdir 7 olur. Bu da məlumdur. Əkub x və y bizə lazımdır. 8 və 7-ni də əkubun nə eləyir? 56. Baxın, səhvlik olmadı ki. Bir səhvlik elədik biz burada. K 6-dır, mən burada 30 olmalıdır. Burada da deməli 18. Deməli x 16-dır, y də 14 olmalıdır. Beləmi? Bəli, belə. 16, 14. Bunların da əkub 16 və 14. Əkub 16, 14. Bunun əkubu eləyir. Demək 112. Cavab burada deməli nə elədi? Cavab elədi burada 112. Növbəti məsələyə baxaq. Deməli, verir ki, x və y qarşılıqlı sadədədirlərdir. Əkub x, y, x kvadrat y plus əbub x, y bərabərdir 181 olarsa, x plus y cəmini tapın. İndi burada biz nə etməliyik? Baxırıq. X və y qarşılıqlı sadədədir. Deməli, əbublar nəyə bərabərdir? 1-ə. Deməli, əkub x kvadratı y nəyə bərabərdir? 180-ə. Əgər x ilə y qarşılıqlı sadədirsə, deməli x kvadratı x-in y ilə bir ortağı yoxdursa, deməli x kvadratının da y ilə onsuz da bir dənə ortağı olmaz. Ona görə də x kvadratı ilə y də qarşılıqlı sadədir. Onların da əkubu x kvadratı vur y bərabər 180-ə bərabərdir. Deməli, bu da məlum oldu. Aha. İndi diqqət yetirək. Hansı ədədlərin hasili
180 edir. Bir-birleriyle qarşılıqlı sad olsun. Deməli, diqqət yetiririk. 1'in kvadratı ilə 180. Hasil 180 edir. 2'nin kvadratı ilə 45. 180 edir. 3'ün kvadratı ilə 20. 180 edir. 4'ün kvadratı artıq ödənmir. Bir dənə də burada nə var? 6'nın 5'in kvadratı 25. 180'i 180 25'e tam bölünmür. Ona göre burada 6'nın kvadratı vur. 5 var 180. Yeni de 180. 7 8'in kvadratı artıq ödənmir. Demək kvadrat formasında deməli bunlar ödənilir. Deməli x plus y cəmi də burada hansı qiymətləri alır? Bir də burada x 1'dir, y 180, 181. Burada x 2'dir, y 45'dir, 47. 3 və 20'dir burada 23. Burada 6 və 5'dir 11. Deməli 4 dənə fərqli qiymət alır. Cavab burada eləyir 4. 4 dənə fərqli qiymət alır. Sual nömrə 6. Deməli, x, y, z müsbət tam ədəd, z sadə ədəd, z böl x plus 5 bərabər y plus 8 böl z. Varsa x plus y plus z cəmi ən azı neçə olar? Diqqət edək. Deməli, z kvadratı burada nəyə bərabərdir? X plus 5 vur y plus 8'e. Sonra diqqət edək. Z sadə ədəddir. Eləmi? Bəli. Z sadə ədəddir. Z deməli sadə ədəddir. Bu bizə məlumdur. Z-in kvadratı deməli bəli z sadə ədəddir. Z-in kvadratı 2 ilə sadə ədədin hasilidir. Deməli burada diqqət edək. Z kvadratı z əgər sadədirsə deməli 2 ilə sadə ədədin hasili formasındadır. Burada görürük ki burada minimum deməli z kvadratı mütləq nədən böyükdür? X'in yerinə və y-in yerinə ən az olanı gəlin yazaq. Z 6 vur 9 54'dən mütləq böyükdür z kvadratı. Belə və 2 ilə sadə ədədin sanki hasilidir. Deməli burada yəni x plus 5 və y plus 8 eyni ədədlərdir. Gəlin burada z y-in yerinə nə yazsaq burada sadə ədəd alınır? 2 yazsaq sadə ədəd alınırmı? Yox. 1 yazsaq alınmır. 3 yazında artıq burada 11 alındı. Burada 3 yazında yenə də 11. Burada isə 6 yazında 11 alınır. 11 və 11'in hasili də 121 11'in kvadratı edir. 11'in kvadratı edir. Deməli nə alındı burada? Alındı ki x bərabərdir 6'dır, y də bərabərdir 3 edir. Deməli bunların cəmi də ən az edir burada 6 plus 3 plus 11. Cəm də burada eləyir 20. Yəni minimum qiyməti biz tapdıq. Yəni daha böyük qiymətlər təbii ki olar. Burada 13 də götürmək olar. 17 də götürmək olar. Amma minimum qiymət 11'dir burada. Bu formada biz tapdıq. Növbəti məsələyə baxaq. ABC mənfi tam ədədlər arasında 2 böl AB bərabər 3 böl BC, bu da bərabərdir 5 böl AC bərabərlik olarsa A plus B plus C cəmi ən çox neçə olar? Burada nə edirik? Hər tərəfi ABC-yə vuraq. ABC-yə vursaq burada
2 alınır. İkisi bərabərdir 3A-ya. Bu da bərabərdir 5 deməli B-yə. Beləmi? Bəli. ABC buna bərabər olur. Deməli, deməli, buradan məlum olur ki, buradan nə məlum olur? Burada nə məlum olur? Bir dənə yadımızda saxlayaq. Burada bizə nə deyir? A plus B plus C cəmi ən çox neçə olar? Və ABC-də mənfi tam ədədlərdir. Burada nə məlum? Biz nə etməliyik? ABC-nin biz bu əkubunu tapaq. Əkub 2, 3 və 5 eləyir 30 edir. Və mənfisini götürürük. Mənfi 30-u bölürük 2, mənfi 15. Deməli, C bərabərdir mənfi 15-ə, A bərabərdir mənfi 10-a, B də bərabərdir nəyə? Mənfi 6-ya. A plus B plus C cəmi ən çox neçə olar? Mənfi 25, mənfi 31 edir. Ona görə ki, baxın, nəyə görə biz belə elədik? Mənfi ədədlər sıfıra yaxınlaşdıqca artır. Müsbət ədədlər isə sıfırdan uzaqlaşa artır. Ona görə də biz əkubu burada tapmalıyıq. Maksimum A plus B plus C-ni tapmaq üçün biz əkubu tapmalıyıq və onsuz da 2C də hamısı da mənfi 30-a burada bərabər olmalıdır. Mənfi 30-a. Əkubun mənfi qiymətinə bərabər olmalıdır və bu formada tapdıq ki, cavab eləyir burada mənfi 31. Növbəti məsələyə diqqət edək. Öyküləri 28, 38 və 48 olan gəlin burada 28, 38 və 48 eləməyək bunu. Daha qısa formada məsələni həll edək. Əsas siz gedişatı anlayın. Gəlin bunları biraz daha sada qoyaq. Vaxtımız getməsin burada. Bəli. Baxaq indi məsələyə. Öyküləri 2, 3, 4 olan paralelipipedlərdən ən az neçəsini bir araya gətirərək kub düzəltmək olar? Bax, bu məsələnin mahiyyəti nədən ibarətdir? Məsələnin mahiyyəti bundan ibarətdir ki, öyküləri 2, 3 və 4 santimetr olan paralelipipedlərdən ən az neçə ədəd birləşdirərək tam bir kub düzəltmək olar? Məsələnin mahiyyəti bundan ibarətdir. Bir kub bu zaman baxın diqqət edirik. Kubun ən az neçə tapmaq üçün kubun tilinin uzunluğunu biz tapmaq üçün kub 2, 3, 4-ü tapırıq. Kubun tilinin bu kubun tilinin uzunluğunu tapmaq üçün, yəni biz bu kubu həm eninə, həm uzunluğuna, həm də hündürlük formasında qoyanda bu kubun tilinin fərqli olmaması üçün 2, 3, 4 əkub 2, 3, 4-ü tapırıq. Bu tilin uzunluğudur. Bu eləyədir 12. Tilin uzunluğu. Yəni alınan tilin uzunluğu. Bu təsəvvür edin, baxın, bu kubdur. Bu tili də əmələ gətirmək üçün burada hər birində belə paralelipiped formasında fiqurlar var. Bunlar birləşir və həmin bu kubu yaradırlar. Deməli, paralelipipedin ən az neçəsini bir araya gətirərək kub düzəltmək olar. Bu zaman biz nə edirik? Bax, piramidalar, bu paralelipipedlərin sayı nəyə bərabər olur? Kubun həcmini
paralelepipedin həcmini bölürük. Bu zamanda kubun həcmi nəyə bərabərdir? 12 vur 12 vur 12. A kubu böl paralelepipedin də həcmi ABS-yə bərabər olur. 2 vur 3 vur 4. Deməli, bu da eləyir 12 vur 6, 72. Deməli, burada da cavab eləyir 72. Və bunu da yadınızda saxlayın ki, demək, paralelepipedlə bağlı məsələlərdə biz yəni bu paralelepiped fərzi fiqurları ilə bağlı məsələlərdə biz həcmdən istifadə edirik. Amma sahə ilə bağlı məsələlərdə isə biz müstəvi ilə bağlı məsələlərdə isə biz sahadan istifadə edirdik. Baxın, müstəviyə uyğundur sahə, fəzaya uyğundur həcm. Bunu öz yadınızda saxlayın. Burada da fəza fiquru paralelepiped olduğuna görə biz həcmdən istifadə etdik. Növbəti məsələyə baxaq. X, A, B natural ədədləri üçün x bərabərdir 5A plus 4, bu da bərabər 2B plus 18 bərabərliyini edən ən kiçik x-i tapın. X-in ən az qiyməti bizə lazımdır. Nə edirik biz burada? Yenə də burada elə etməliyik ki, bölünmə əlaməti burada öyrənilsin. Hər tərəfdən 4-ü çıxaq. 5A plus 4 bərabər olur 21B plus 15. X minus 4 bərabər olur. Deməli 5A artıq burada 5A qalır. 5A bu da bərabər olur 3 vur 7B plus 5'e. Buradan da yaranır ki x minus 4 eyni zamanda 5'e və 3'e tam bölünür. Eləmi? Bəli. Ən kiçik x istəyir. Burada bir səhvlik oldu. 14 olmalıdır burada. Gəlin bu məsələdə bir səhvlik oldu. Məsələni təzədən yazaq. Ona görə istəyirəm tam izah edeyim. Nəsə qaranlıq məqam qalmasın. Baxın burada diqqət edək. Hər tərəfdən dedik 4'ü çıxırıq. X minus 4 nəyə bərabər olur? 5A plus 4 minus 4 5A'ya 21B plus 14'e. X minus 4 bərabər olur deməli 5A. Bu da bərabər olur 7 vur 3B plus 2'ye. Deməli x minus 4 eyni zamanda 5'e və 7'ye tam bölünür. Eləmi? Bəli. X minus 4 bərabər olur əkub 5, 7. Bu da eləyir 35. X bərabərdir 39 eləyir. Cavab 39 eləyir burada. Yəni baxın, burada elə etməlisiniz ki, burada bir bərabərlik yaransın, bir dənə əkobdan istifadə etmək olsun. Buna diqqət etmək lazımdır. Yaratmaq lazımdır bunu. Yəni baxın, nəsə etmək lazımdır ki, biz məsələni həll edək. Burada da əkobdan istifadə etmək üçün hər tərəfdən 4 çıxırıq. Bu formada. Davam edək. Deməli, baxın, cəmləri 60, A plus B plus C bərabərdir 60. Əbobları əbob A, B, C bərabərdir 6. Buradan A nəyə bərabərdir? 6K olsun. B bərabərdir 6M. C də bərabərdir 6N olsun. İndi A plus B plus C 6K plus 6M plus 6N.
bərabərdir 60 olur. 6 vur k plus n bərabərdir 60. K plus n bərabərdir 10 olur. Akubun ala biləcəyi ən böyük qiyməti tapın deyir. Baxın, toplamada ən böyük qiyməti toplama zamanı. Ən böyük qiymət toplama zamanı ən böyük qiymət o zaman yaranır ki, deməli bir-birindən uzaq olsunlar. Deməli gəlin bu məsələni həll eləyək. Baxın burada k plus n plus n. Bunun üzərində izah edin mən sizə tam aydın olsun. Baxın, burada km və n burada qarşılıqlı sad olmalıdır. Bir dənə də bunu da diqqət edirik. Km n-in əbubu bərabərdir 1 olmalıdır. Qarşılıqlı sad olmalıdırlar. Ona görə ki, qarşılıqlı sad olmalısalar, burada artıq əbub 6 yox, məsələn 7 alınır. Buna görə də qarşılıqlı sad olmalıdır. K plus n plus n-i tapmaq lazımdır. Burada məsələn biz 1, 2, 7 qoya bilərik. Aha. 1, 2 və 7 qoya bilərik. Sonra 2, 3 və 5 qoya bilərik. Bir-birlərinə yaxın. Yenə də 10 edir. Və bizə hasilin böyük olması lazımdır. Ona görə də 2, 3 və 5-i götürürük. Biz 6k, 6m, 6n bizə lazımdır. Bəli, elə. Buradan da alınır ki, Əkob deməli nəyi tapırıq? 12, 18 və 30. 12, 18 və 30-un da Əkobu edir 180. Cavab burada edir 180. Nəyə görə 180 etdi? Baxın, bu da bu hissəni mən sizə tam izah edeyim bir dənə. Baxın, bunu bildik ki, axırda k plus n plus n bərabərdir 10 olmalıdır. Biz nəyə görə 1, 2, 7 yox, 2, 3, 5-i götürdük? Bunu yalnızca izah edeyim. Burada baxın, toplama zamanı ümumiyyətlə ən böyük qiymətin alınmasını əgər biz istəyiriksə, onlar bir-birinə yaxın olmalıdır. Yaxın. Yox, yaxın yox, bir-birlərindən uzaq olmalıdırlar. Növbəti məsələlərdə onsuz bu qaydanı xatırlayarsınız. Amma vurma zamanı isə, vurma tipli məsələlərdə, yəni vurma tipli ən böyük qiymət. Vurma zamanı ən böyük qiymətin yaranması üçün ədədlər bir-birlərinə yaxın olmalıdırlar. İndi burada Əkob 6k, 6m, 6n nəyə bərabərdir? 6 vur k vur m n-ə. K m n-ə. Əkob baxın 6k, 6m, 6n bərabərdir 6 vur k vur m vur n-ə. Buna görə də k vur m vur n hasilin ən böyük qiymət alması üçün ədədlər bir-birlərinə baxın yaxın olmalıdır. 1, 2, 7, 2, 7-dən baxın nə qədər uzaqdır. Amma 2, 3, 5 isə nisbətən bir-birlərinə yaxındırlar. Ona görə də bunu götürürük. Cavab deməli elədik 180 burada. Növbəti məsələyə baxırıq.
Bu bərabərliyi ödəyən ən kiçik x-i tapın. Baxın, əgər biz hər tərəfdən əgər biz 4 çıxsaq, 3a minus 3 alınır burada. Burada 4b minus 4. Burada da 5c alınır. Hər tərəfdən əgər 4 çıxsaq. Buradan da alınır ki, x minus 4 bərabərdir 3 vur a minus 1. Buradan da 4 vur b minus 1. Buradan da 5c. Deməli, x minus 4 bərabər olur. Ən kiçik qiyməti lazımdır. Ekol 3, 4 və 5. Bunu da ekobu eləyir 60-a. X də bərabər olur 64-ə. Cavab 64 eləyir. Növbəti məsələyə baxaq. Aha. X, Y, Z, K, E, F bərabərdir 6 vur K, F, X, Y, Z. Baxın, X, Y, Z, K, E, F, E, F. Bunları müxtəlif yerlərdə yazıblar. Bunları gəlin bir-birlərindən ayıraq. Nə edək? Ayıraq. Bunu yazaq. X, Y, Z plus K, E, F bərabərdir. Gözləyin. X, Y, Z 0, 0, 0 plus K, E, F bərabərdir 6 vur. K, E, F 0, 0, 0 plus X, Y, Z. Buradan alınır ki X, Y, Z 0, 0, 0 plus K, E, F bərabər olur 6 vur. K, E, F 0, 0, 0 plus 6 vur X, Y, Z. Buradan da alınır 5. Gözləyin. Aha, gözəl. Bunu gəlin belə eləyək. Biraz da tam açaq. Davam edək. Daha sadə formaya gətirək. Bunu nə yazaq? 1000 x, y, z yazaq. X, y, z-i 1000-ə vuranda x, y, 0, z 0, 0, 0 edir. Plus k, y, f gələk. Bu da bərabər olur 6 vur k, e, f 6 bunu bir dəfə də 1000-ə vururuq. Onu gəlin bir dəfəlik yazaq burada. Yəni 6000 KF plus 6XYZ. Buradan da yaranır ki 994 XYZ beraber olur 5999 KF'ye. X, Y, Z buradan beraber olur. Gəlin ixtisarları aparaq, gəlin. İxtisarları aparaq buradan. İxtisarları aparaq. Bizə nə lazımdır burada? Deməli, ixtisarları gəlin aparaq. Buradan yaranır ki 142 X, Y, Z bərabər olur 857 KY-F-yə. Yəni hər tərəfi 7-yə ixtisar etdik.
Buradan bəsnə yarandı. Deməli yaranır ki, uyğun olaraq bunların onsuz da buraya qədər ixtisar edə bilirik. Buradan yaranır ki, deməli x, y, z nəyə bərabər olur? 857-yə. K, Y, F nəyə bərabər olur? 142-yə. Bizdən nə istəyir? Bu ədədin rəqəmləri cəmini istəyir. Deməli, bu ədəd hansı formaya gəldi? 857 x, y, z 857-dir. KYF də 142-dir. Rəqəmləri cəmid eləyir 13 plus 7 20, 21, 25, 27. Rəqəmləri cəmi elədi 27. Növbəti məsələyə baxırıq. Baxın, burada nə deyir? 3AB ədədi AB 2 rəqəmli ədədinin x misli x vur AB. X neçə fərqli qiymət ala bilər? Bunu bizdən istəyir. Buradan nə olur? 3 plus 10A 10A plus B gəlin yazmayaq. Ona görə ki, hər tərəfdə onsuz da AB var. Deməli, plus AB bərabərdir x vur AB-yə. AB-ləri bir tərəfə gətirək. X AB minus AB bərabər olur 300-ə. AB vur x minus 1 bərabərdir 300-ə. Belə, bəli. Deməli, AB bir 2 rəqəmli ədəddir. AB mütləq 10 və 99 ədədləri arasındadır. Deməli, x minus 1 hansı ədədlər arasındadır? Əgər 10 olarsa, deməli, maksimum 30 ola bilər. 300-ü bölürük AB-nin maksimum minimum qiyməti 10-a, deməli 30, maksimum qiyməti 30-dur. 99-a böləndə isə gəlin lap 100-ə bölək. Bunda 3 eləyir. Deməli minimum isə 3 ola bilər. Yəni 3-dən yuxarıdır. Buna görə də deməli hər tərəfə 1 əlavə etsək x 4 ilə 31 arasındadır. Beləmi? Bəli. 4 ilə 31 arasında da 31-i də ala bilər. Və burada nəyə diqqət edirik? AB bərabərdir 300 böl x minus 1-dir. Deməli, buradakı x minus 1-də x minus 1-də deməli nə olmalıdır? Bax, x minus 1 burada deməli 3 və 30 arasındadır. X minus 1 3 və 30 arasındadır. Həmin bu x minus 1 də 300-ün bölənləri olmalıdır. 300-ün bölənləri burada hansılardır? Onları gəlin yazaq. X minus 1 hansı ədədlər ola bilər? Deməli 5 ola bilər. Həmin bu aralıqda 3 və 30 arasında. Altı ola bilər. Sonra 10, 12,
15, 20, 25, 30 olabilir. Daha doğrusu yani X bu qiymətləri gözə X-1 baxın bu qiymətləri ala bilər. Bir dənə də 4 var burada. 4 ala bilirmi? 4 ala bilərmi? X-1 hə. Aha. Və burada bəli 4 də ala bilir. X-1. O zaman 5-dir. Amma 3 ala bilməz. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8. X-1 baxın bu qiymətləri ala bilir. Ümumilikdə 9 dənə qiymət ala bilir X-1 və X də uyğun olaraq 5, 6, 7, 11, 13, 16, 21, 26, 31 alır. 1 vahid artıq. Deməli 9 dənə qiymət ala bilir. Burada cavab eləyir 9. Cavab deməli burada elədi 9. Beləliklə natural ədədlərə aid növbəti mix səviyyəli sualların izahına baxmış olduq. Bilmədiyiniz sualları burada qeyd edin. Nəsə qaranlıq məqam qalsa rəyləri də qeyd edin. Məmnuniyyətlə cavablandıraram. Beləliklə baxın mix səviyyəli növbəti mərhələdə sualların izahına biz baxdıq. Belə. Sağ olun, salamat qalın.